Daxili daxili güvəni oyatdır. Yəni bizim marafonumuzun bugün ikinci günüdür və bu gün biz daxili güvəni necə oyatmaq lazımdır? Daxili güvən ümumiyyətlə özü nədir? Bunun haqqında məlumatlanacağıq. İlk öncə özünü kəşf etmənin gücü nədir? Bunu demək istəyirəm sizə. Hər bir böyük uğur və daxili hüzur insanın öz daxilinə boylanması, yəni öz daxilinə doğru baxması və özünü dərindən tanıması ilə başlayır. Çünki bir insan nə qədər çox özünü tanıyırsa, özünün potensialına, özünün etdiklərinə və etmədiklərinə bələddirsə, o qədər çox həmin insanın özünlə tanışlığı baş tutur və bu tanışlıq vasitəsilə də insan artıq başlayır düşünməyə ki, mən nəyi eləyə bilərəm, nəyi eləyə bilmərəm, nəyə gücüm çatar. İçmirsən yoxdur. İçmirsən. Və özünə inamın da iki əsas sütunu var. Birincisi, insanın daxili güvəni, ikincisi isə xarici güvənidir. Mən məhz bu yerdə də yenə ənənəmizə sadiq qalaraq meditasiya musiqimizi qoşmaq istəyirəm. Və güvəndən danışırıqsa, biz özümüzü tam güvəndə hiss eləməliyik. Bunun üçün də bugün sizə daha fərqli bir meditasiya musiqisi qoymağı mən düşündüm. Çünki bu daxili sinir sistemini regulə edən 999 Hzlik musiqidir. Ayşə xanım, səslən bu meditasiyanın səsi necə gəlir? Eşidə bilirsiniz? Əladır. Süper. Daxili güvən ümumiyyətlə sakitlikdən başlayır. Biz nə qədər özümüzü sakit hiss ediriksə, biz nə qədər özümüz daxilimizdə huzurluyuqsa, bizim o qədər çox özümüzə inamımız da artır. Və burada bu iki sütundan bizə danışırıqsa, burada birincisi daxili və xarici güvən faktorudur. Bu faktorlar, daxili faktor, bu daxili güvən nə vaxt başlayır? Bizim uşaq yaşlarımızda. Yəni bu güvən başlayır formalaşmağa ta körpəlikdən. Hətta sizə deyərdim, ana bətnindən, ümumiyyətlə belə bir səhv etmirəmsə Çin atasözü, yoxsa Yapon səhv eləmirəmsə belə bir atasözü kimi mən çox illər bundan öncə eşitmişdim ki, bir valideyn olur, gedir öz uşağını mütəxəssisə aparır. Uşağın 3 yaşı olur. Deyir ki, bəs mən uşağımı necə tərbiyə edeyim? O da deyir, sən artıq gecikmisən. Yəni görün 3 yaş əslində bəli, çox kiçik bir yaşdır. 3 yaş belə baxanda, amma ana bətnindən güvən hissi bax burada formalaşır. Biz çox vaxt testləri eləyəndə biz orada görürük ki, ən çox insanların yara aldığı, ən çox zədələndikləri hiss bax bu güvəndir, güvənsizlik duyğusudur. İnsan ilk öncə öz valideyni ilə həyata güvənməyi öyrənir. Əgər bu güvən sağlamdırsa, həmin insanların həyatına baxsınız, o insanlar xaricə qarşı da daha maraqlıdırlar, daha güvənlidirlər. Amma bu güvən hissi formalaşmayan insanlarda güvən hissi ətrafa qarşı formalaşa bilmir. Bunu ən çox bilirsiniz nə vaxtlar olur? Uşaqları, əgər burada uşaqlı valideynlər varsa, çalışın. Əgər var, çox belə dəhşət önəmli bir işiniz yoxdursa, çox ağlayar vəziyyətdə saxlamayın. Çünki belə bir tədqiqat keçiriblər. Deməli, tədqiqatda uşağın anası onu tərk eləyir. Uşaq oturub otaqda ağlayır. Bir yarım saata qədər ağlayır. Yarım saatdan sonra sakitləşir. Belə dayanır, başlayır ətrafına baxmağa, bir oyuncaq axtarır, başlayır özünə qarışmağa.
Və hansı uşaqlar ki, çox tək qalırlar, ağlaya-ağlaya buraxırlar, belə özlərinin hal çarəsinə baxmağı çox erkən yaşında öyrənirlər. Belə insanlarda həyata qarşı o güvənsizlik formalaşır. Çünki ilk valideynlə bizim güvənimiz formalaşır. Biz bilirik ki, o heç vaxt getməz. Biz bilirik ki, o həmişə bizim yanımızdadır. Onun bizi tərk eləməyi, onun getməyi, bax o güvənin o qırılma anı məhz onda başlayır. Məsələn, bir də görürsən uşağı deyirlər ki, mən səni buraxıb getməyəcəm deyib valideyn çıxır gedir. Bax özgüvən buralardan başlayır zədələnməyə. Biz niyə deyirik? Harasa valideyn çıxıb gedirsə, uşağına desin ki, bax mən filan yerə gedirəm, filan vaxta gələcəm. Yəni danışıqla uşağı başa salmaqla evdən çıxıb getmək də özü böyük bir belə deyim önəm kəsb edir ki, uşaqda o önəm, güvən daha doğrusu qırılmasın. İnsanın öz daxili qərarlarından, mənliyindən razı olması, özünü qüsurları və üstünlükləri ilə birlikdə dərindən qəbul edərək, özü ilə sülh içində barışıq bir şəkildə yaşaması bizim daxili güvənimizdir. Və biz bunu öyrəndik ki, bəli, bizim daxili güvənimizi birbaşa olaraq valideynlərimiz formalaşdırır. Çünki bir uşaq əgər daim yarğılanaraq, daim görüntüsünə, bacarıqlarına filan desməkan, yəni belə deyim, tənqid olaraq böyüdülürsə, bu insan necə özünə güvənə bilər? Öz gücünə məsələn, bir fikir bax, necə güvənə bilər? Ki, mən həmişə yarğılanmışamsa, müqayisə, güvəni zədələyən belə o piramidanın o başında duran bax o müqayisə güvəni birbaşa öldürən bir şeydir. Çünki müqayisə edə bilirsiniz, insanda nə yaradır? Sən də başlasan özünü başqalarına müqayisə eləməyə. Amma sən o başqasının həyatından qətiyyən heç bir xəbərin yoxdur. Sən ancaq onun göründüyü tərəfindən müqayisə edirsən. Və sənin böyüdüyün mühit, sənin resursların, sənin bacarıqların, bunlar məhz xarici güvənlərdir. Xarici güvən yaşadığımız ətraf mühitlə, cəmiyyətlə və digər insanlarla olan qarşılıqlı münasibətlərimizdən qidalanan və xarici uğurlara əsaslanan güvən növüdür. Deməli, birinci, biz formalaşdırmalıyıq özümüzdə daxili güvənimizi, daha sonra xarici güvənimizi. Əgər bizim daxili güvənimiz formalaşmasa, xarici güvənimizdə də ciddi axsamalar, ciddi problemlər yaşanacaq. Biz nə edəcəyik? İnsanlara güvənməyəcəyik. Tez-tez güvənsizliyə uğrayacaq. Deyəcək ki, insanlar güvənsizdir, mənim bir dostum, bir tanışım yoxdur, mən ürək sözümü deyim. Niyə? Çünki uşaqlıqda əgər o uşaq güvənlə böyümürsə, gedir həyatını da elə insanlar alır ki, o insanlar ona mütləq hər hansı bir yerdə zərbə vururlar. Və bütünlüklə həmin insanlar bütün həyata belə küskün yaşayırlar, küskün olurlar ki, mənim niyə həyatımda biri yoxdur ki, mən güvənə bilmirəm. Və ya da tez-tez məsələn bu sözlərlə böyüdürlər ki, anadan başqa rəfiqə yoxdur. Ana bizim rəfiqəmiz deyil. Biz bir çox şeyimizi anamızla bölüşə bilərik, amma onun adı üstünədir, anadır. O rəfiqə deyil, bizim aramızda bir müəyyən qədər bir məsafə var. Biz nə qədər anamızın bətnindən doğulsaq da bu dünyaya, yenə də biz onun ayrılmaz parçası deyilik. Biz ananın, atanın uzantısı deyilik. Və valideyn ona görə də nə qədər uşağını güvənli şəkildə böyüdürsə həyata, həmin o uşaqlar hər şeydə, bax inanırsınız, əllərini hansı şey qoyurlarsa, o işdə uğurlu olurlar. Eyni zamanda hansı insanlar ki, öz daxili güvənlərini bərpa eləyə bilirlər, yenə fərqi yoxdur yaşından asılı olmayaraq, həmin insanlar uğurlu olurlar. Rahatlıq zonasından çıxış. Rahatlıq zonası nədir? Komfort zonadır. Biz niyə bu qədər komforta düşməyə meyillik? Çünki bizim əslində beynimiz çox tənbəldir. Hədsiz dərəcədə.
Nə qədər beynimizi işlətmiriksə, beyin o qədər heç işləmək də istəmir. Nə qədər beyinə çox biz informasiya ötürürük, deyirik sən işləməlisən, qabağa getməlisən, nəsə bir hərəkətdə olursa, beyin o qədər nə edir? Aktiv olur. Deməli, biz əgər dəyişmək istəyiriksə, o komfort zonasından çıxmalıyıq. Çünki heç bir komfort zonasında inkişaf yoxdur. Özünü kəşf yoxdur. Çünki sən özünü vaxtlıca kəşf eləmək üçün, məsələn, mən çöldə nə hadisənin baş verdiyini bilməyim üçün, mən durmalıyam, çıxmalıyam da çölə, elə deyilmi? Mən ha telefondan baxım, ha televizordan istifadə edeyim, mən onun canlı şahidi olmadıqca o heç mənə təsir də eləmir. Amma mən durub çıxıramsa, gedirəmsə, ətraf aləmi öyrənirəmsə, o şəkildə özüm üçün də bunu eləməliyəm, öz daxilimə doğru yola çıxmalıyam. Qorxularınızın üzərinə gedin. Qorxular daxili güvəni sarsıdan illüziyalardır. Bir çox qorxu. Deyərdim ki, qorxuların bir 97-98% bəlkə də illüziyadır. Əslində elə bir şey yoxdur. Əslində elə bir reallıq yoxdur. Fobiyalar da elədir. Mesela hündürlükdən qorxu fobiyası var, klastrofobiya var. Hətta müəyyən millətlərdən qorxu var, nə bilim, həşərat qorxusu var. Əslində biz onlardan qorxmalıyıq, belə ciddi olaraq real yanaşsaq məsələn. Bir insanın bir şeydən fobiyası var. Belə fikirləşəndə baxırsan ki, bir şey, yəni səndən bir bəlkə 9-10 dəfə kiçik bir heyvandır və yaxud da kiçik dediyimiz o həşərat. Bizim heç dırnağımız boyda bəzilər deyil, amma bəzi insanlar ondan o qədər qorxurlar ki, bu realdır, yox. Eyni zamanda bizim bir çox qorxumuz var ki, özümüz özümüzə yaradırıq o qorxunu, özümüz inşa edirik. Məsələn, sosial fobiyada deməli, insanlar içərisinə çıxmaq, özünü təqdim eləmək, bu sosial fobiyanın ən belə başlıca cəhətlərindən biridir ki, həmin insanlar çölə çıxmaq, danışmaq istəmirlər. Çıxanda da fikirləşirlər ki, ham mənə baxıb güləcək, ham mənə səhv tutacaq, bunu eləyəcək, onu eləyəcək. Biz oradan enirik. Belə texnika verir ki, bax, özünü təsəvvür elə ki, sən 30 nəfərlik bir qrup qarşısına çıxış edirsən. Buna biz dilimlərə ayırma deyirik. O 30 nəfərin içində sən də oturmusan, mühazirəçiyə qulaq asırsan. Sən düşün ki, o bir saatda o mühazirəçi mühazirədir. Sən onun bir saatı bütün pür diqqətlə ona qulaq asırsanmı? Deyir, yox. Heç arada bir telefonu əlinə alırsan, hə, alıram. Arada bir yoxlayırsan, hə, yoxlayıram. Arada bir yanındakı yoldaşınla söhbət edirsən, hə, eləyirəm. Bəs sən də danışanda hamı sənə bu reaksiyanı göstərir. Və doğrudan da statistika sizlə göstərir. Bax, o 30 nəfərdən əvvəldən sona o mühazirəçini tamamilə düz bir diqqətlə 5-10 nəfər qulaq asar yoxsa yox. Biri telefona baxacaq, biri yanındakıyla danışır. Deməli, o da illüziyadır. Və elə bilirsən ki, hamı hər şeyi bilir. Yox, bilmir. Necə sən bilmirsən hər şeyi, hamı da sənin haqqında bilmir. Və yaxud da biz nə deyirik? Deyir ki, bax, sən onda həyəcanlandın. Sən bütün həyəcanlanan insanların həyəcanlandığını görə bilirsən? Yox. O elə özünü aparır, elə danışır ki, heç elə bil mininci dəfə danışır. Amma siz bəlkə hər sənətçidən eşitmişsiniz ki, mən hər səhnəyə çıxanda həyəcanlanıram. Deməli, bizim elə bir eynəyimiz yoxdur da insanın bütün hisslərini görək. Deməli, sənin hisslərini də hamı başa düşmür, hamı görmür. Bu da illüziyadır. Deməli, biz ayırmalıyıq. Nə real qorxudur? Həqiqətən biz bu şeydən qorxmalıyıq. Amma nə illüziyadır? Rahatlıq zonasından atılan hər bir cəsarətli addım sizin daxili gücünüzü aktivləşdirir və özünüzə olan sarsılmaz inamı yenidən bərpa edir. Böyük dəyişikliklər hər zaman kiçik, lakin qətiyyətli addımlarla başlayır. Bilirsiniz, hər addıma mən niyə cəsarətli deyirəm? Çünki bəzi insanlar üçün evdən çıxmaq belə böyük cəsarət olur. Bəzi insanlar üçün illərlə susan, danışmayan, fikrini ifadə eləməyən insanlar üçün adi birinə
gözəl söz demək belə böyük bir cəsarətli bir addım olur. Görürsüz, hamının o qədər dəyişir ki, cəsarətli, yəni hamının addımı o qədər fərqlidir ki, hər üçün bir şeydir. Biznesmenin böyük addımı məsələn böyük bir pulla böyük bir işə başlamaqdır. Elə insan var ki, onun üçün ən böyük iş məsələn telefon istifadə eləməkdir. Həyatında heç vaxt telefon istəməyib, ilk dəfə əlini alır, istifadə eləyir və bu onun üçün bir cəsarətli addımdır. Ona görə də cəsarətləri də heç vaxt müqayisə eləmək olmaz. Addımları da heç vaxt müqayisə eləmək olmaz. Mənim çox rahatlıqla eləyə biləcəyim bir şeyi sən narahatçılıqla eləyə bilərsən. Və sənin çox yaxşı birini mən eləyə bilmərəm. Yəni mənim üçün cəsarətli olan sənin üçün olmaz. Ona görə cəsarət belə, addım belə müqayisə olunmaz. İnkişafın 3 qızıl addımını sayacağam. Bu birinci təbii ki, özünü tanımaqdır. Daxili səsin dəyişilməsidir və sərhədlərin qoyulmasıdır. Bunlar nədir? Güclü tərəflərini kəşf et, zəif cəhətlərini qəbul et və özünə qarşı tamamilə dürüst olaraq daxili sütunlarını möhkəmləndir. Bilirsiniz nəyə bənzəyir? Bax, elə bilin ki, ev düzəldirsiniz. Siz o evə yatırım eləyirsiniz. Siz o yatırım elədiyiniz evi qurarkən görürsünüz ki, bəzi taxtalar islanıb. Bəzi taxtalar elə bil yaşdır. Onunla biz ev qura bilərik? Yox. Və sizin orada o gücünüz nə olar? O taxtadan o ev qurarkən istifadə eləməməkdir. Çünki əgər siz istifadə eləsəz, o ev, yəni o belə deyim, təməli zəif olar. Bax, bu da yəni öz təməlini tanımaq və özünü o inşa eləyəndə baxmaq lazımdır. Nə mənə lazımdır, nə mənə lazımsızdır, nə artıq sıradan çıxıb, onu yenisini əvəz eləmək lazımdır. Daxili səsini dəyiş. Bu nədir? Mən bacarmaram kimi mənfi daxili səsləri, mən bunu öyrənirəm və inkişaf edə bilərəm kimi müsbət sözlərlə əvəzləməkdir. Yəni, daima olaraq əgər mən desəm ki, məsələn, esse yazmaq istəyirəm. Mən daima özümə desəm ki, mən bunu yaza bilməyəcəm. Mən bacarıqsızam. Mənim keyfiyyətli bir iş ortaya qoymağım mümkünsüzdür. Çünki hər bir danışan, hər bir işini görən adamda sən birinci gözləyirsən ki, özü bu işin mütəxəssisi olsun. Bu mütəxəssislik də nə ilə başlayır? Daxili səslə. Daxili səsi dəyişdirməklə. Və o nə qədər müsbət sözlərlə əvəzlənirsə, özünə güvən, özünə inam, özünə rəğbət, özünə hörmət o qədər artır. Daha sonra sərhədlər qoy. Şəxsiyyətini qorumaq üçün lazım gəldikdə xeyr deməyi öyrən. Sağlam sərhədlər insanın özünə olan hörmətinin əsasıdır. Xüsusilə bizim kimi cəmiyyətlərdə bu özünə sərhəd anlayışı biraz zəifdir. Çünki biz də elə bilirik ki, bizim səlahiyyətimiz çatır hamıya hər şey deməyə, hər şey eləməyə. O bir ara bir videolar çıxmışdı. Uşaq yatdığı yerdə ana açır qapını, girir içəri, altından gah döşəyi çəkir, kravatı qaldırır, bazadan nəsə götürür. Bəs bunlar hamısı nədir? Sərhədsizlikdir də. Bizdə məsələn uşağın valideyninə deyəndə ki, artıq uşaq yeniyetmədir. Yəni əvvəldən qapı döyülərək içəri girməlidir. Orası başqa məsələdir. Mən oradan danışmıram. Ən azından bu 14-15 yaşı var. Bax, səndən və bu tak elib içəri girmə, inan heç nə aparmayacaq. Amma onun sərhədini bərkidəcək, möhkəmləndirəcək. Artıq əgər bəri başdan valideyn uşağının otağına o qapını böyük bir güclə açıb daxil olursa, inanın o insanların həyatına, o uşaqların həyatına ondan sonra hamı ilə daxil olur. O türklər deyir, destursuz. Amma əvvəldən uşaq biləndə ki, mənim daxili sərhəd anlayışım var.
Mənim valideynlərim mənə belə yanaşır. Deməli, sən mənim qapımdan içəri girə bilməzsən. Sənə olmaz. Çünki mənim sərhəddim var, baryerim var. Mən istəsəm o qapını aça bilərəm. İstəməsəm yox. Əgər bu baryer də öncədən qoyulmursa, insanlara fikir verir, heç vaxt yox deyə bilmirlər. Heç vaxt mən istəmirəm, mən eləmək istəmirəm, mən gəlmirəm, mən getmirəm deməzlər. Həmişə deyirlər ki, yaxşı, yaxşı, yaxşı. İnsan nə qədər yaxşıdır. İnsan nə qədər deyir. İnsan nə qədər hər şeylə razılaşar. Görün nə qədər ağır bir yükdür. Siz nəyə oxşuyur bu? Bir oturma siz nə qədər yemək yeyə bilərsiniz? Bir müddətdən sonra yediyiniz artıq tıxandıracaq da sizi. Yəni bir dəfəyə 5 boş qab yeməklə hamıya bir gün içində hər demək eyni şeydir. Sadəcə birində mədə rahatsızlıq verir axı. Deyir artıq mən doluyam da, mənə yemək vermə. Ağrıyır, köpür, narahatçılıq verir də fiziki olaraq. Deyirsən ki, hə, mən dayanım. Ruh bunu demirsə həmin an, bu demək deyil ki, o yüklənmir. Ona görə də nə vaxt görsəz ki, siz yox demək istəyirsiniz, amma deyə bilmirsiniz, bir ağlınıza gətirin. Bax, məsələn, bir dəfə mən 3 litr su içə bilərəm, mən bədənimə onu qəbul edə bilərəm, yox. Bəs mən niyə bu qədər informasiyanı qəbul edirəm və hə deyirəm? Və mənim ruhumda dolur axı. Güvən hər zaman bacaracağına inanmaq deyil, uğursuzluğa düçar olsam belə yenidən ayağa qalxmağa cəsarət edə bilməkdir. Bəli. Çünki uğursuzluq, yıxılmaq, o insanın ayağının burxulması həmişə olan bir şeydir. Uşaq necə böyür? Yıxıla-yıxıla. Biz də eləyik. Biz vacib deyil ki, fiziki olaraq yıxılaq. Ruhumuz da yıxılır, ruhumuz da qalxır, ruhumuz da tükənir, ruhumuz da yorulur. Onun belə bir şansı var, onun belə bir ehtiyacı var, onun belə bir haqqı var. Nə qədər ayaqdan getsin. Amma bilirsiniz, önəmli olan nədir? İnsan canlı olduğunu hiss eləyəndə, bax, həmin insanlar daha tez qalxa bilər. Mən bunu özümdə, ətrafımda və seansa gələn insanlarda gördüm, tələbələrimdə gördüm. Ən ağır şəraitdə yaşamasına baxmayaraq, hansı insanlar özlərini canlı hiss eləyirlərsə, bax, bu çox önəmlidir. Elə bilirsiniz, hamı özünü canlı hiss eləyir, yox. O yaşayan ölü sözü var ha. Bax, mən onunla da çox qarşılaşmışam. İnsan sadəcə nəfəs alır. Nə üçün, niyə yaşadığını bilmir. Heç nəyini hiss eləyə bilmir. Nə bədənini, nə ruhunu, nə özünü, nə həyatı. Heç nəyi hiss eləyə bilmir. Amma hansı insan ki, hiss eləyir ki, mən yaşayıramsa, mən nəfəs alıramsa və mənim hələ də bu həyatda bir mənam varsa, deməli, yaşamağa dəyər. Mən çünki canlıyam. Həmişə mən hər birinizə də onu arzulayaram ki, həmişə özünüzü canlı hiss eləyəsiniz. Həmişə inamınız həyata qarşı itməsin. Həmişə yaşamağa bir səbəbiniz olsun. Bütün bunlar nəticədə insanı yaşadır və inam çox güclü, bu çox önəmli bir məsələdir. Səbəb. Sizə bir eksperiment danışacağım. Bu eksperiment belə Survivor kimi bir yerdə aparılır və burada müşahidə edirlər ki, bəzi qrup iştirakçıları bu yarışmanın sonuna qədər dayana bilir, dözə bilir. Bəzi qrup iştirakçılar isə dayana bilmirlər və baxırlar, hansı insanlar ki, axıra qədər mübarizə aparır, axıra qədər güclü dayanır, həmin insanların tək inamları var. Tutunacaqları ailə, ocaq, güvən, bu hissləri var. Kimlərin ki, inamı yoxdur, ya qazanacağına, ya ümumiyyətlə həyata, arxalanacağı bir dayaq yoxdur. Həmin insanlar daha tez mübarizəni dayandırırlar.
Buna görə də dayaq olmasa belə inam varsa və 1, 2, 3 nəfər güvəndiyin bir insan varsa, sənin inkişaf etmən, sənin özünü güvənli hiss etmən daha böyük olasılıqdır. Kiçik hədəflərin gücü. Bu nədir? Yaxşı, biz bildikcə cəsarətli davranmaq, həyata yenidən başlaya bilmək. Bunlar hamısı gözəl şeylərdir. Bəs yaxşı, biz necə başlayaq? Addımlarla, kiçik-kiçik. Çətin və uzaq hədəfləri yeni başlayan üçün özgüvən zədələnməsinə yol aça bilər. Buna görə də kiçik və güvənli yollarla başlamaq lazımdır. Bilirsiniz bu nədir? Bax, düşünün ki, 3 yaşında bir uşağınız var. Gəlib cızman qaralar eləyir, çəkir nələrsə. Siz birdən-birə onun qabağına bir sənət əsəri qoyursunuz, deyirsiniz ki, bunu bura köçürtməlisən. Axı, bunu eləyə bilməyəcək. Onun potensialı yaşı daxilində deyil, təcrübəsi daxilində deyil. Amma bunu eləmək nə deməkdir? Sən bacarıqsızsan. Sən bacarmayacaqsan. Mümkün deyil sənin o rəssam kimi nəyəsə çəkmək. Bizim üçün də keçərlidir. Əgər mən yeni başlayıramsa, mən birdən-birə, yəni necə deyim, 10 il sonra atacağım addımı mən iş başladığım addımda atsam əgər, mümkündürmü? Mümkün deyil o. Və biz bunu eləməyə çalışsaq, bizim özümüzə güvənimiz zədələnəcək. İkinci addım nədir? Ətrafında səni dəstəkləyən insanlar olsun. İnsanın özünə inanması böyük şərt olsa da hər zaman yetərli olmur. Bəli. Siz əksər güclü, özünə inanan, özünü yetəri qədər həyatda təsdiq etmək gücü tapan insanlarda görərsiniz ki, ən az bir güclü dəstəkçiləri var. İnsan münasibətdən qidalanır. İnsan münasibətlə böyür. Bu demək deyil, o valideyn olmalıdır. Bu bacı qardaş. Xeyr. Həyatında elə bir insan alırsan ki, o inamsızlığında belə o insanın inamı sənə güc verir. Əlbəttə belə bir insan yoxdursa da yenə də o özümüzə inanın, biz özümüz olmalıyıq. Ən çox birinci insan özünə güvənməlidir. Amma bəzən bu belə alınmaya bilər. Bax, bunda da müəyyən insanlar həyatımızda gərək biz elə insanlar olsun ki, zəifləyəndə, o yıxılanda bizi qaldırmaq istəsin. Bizimlə o empatiyanı qura bilsin. Üçüncü addım nədir? Çalışma yolunu seçmək. Sənə necə rahatdırsa, elə hərəkətə keç. Hər kəsin yolu, üsulu eyni olmaq məcburiyyətində deyil, öz tərzini yarat. Bu hərəkətə keçmək məsələsi var. Mən özümdən sizə bir misal göstərim. Bax, məsələn, mən nə vaxt plan qururamsa, deyirəm ki, məsələn, bax, filan günü filan işləri görəcəm. Mən heç o işlərimi görə bilmirəm. Çünki mən kəşf elədim ki, mənim zehnimin plan proqrama qarşı bir müdafiə mexanizması var. Gərginləşir və əlindən gələn hər şeyi eləyir ki, o gün mən o planlaşdırdığım işlərimi görə bilməyim. Məndə necə gedir? Mən gərək məsələn, oturum elə rahatlıqla, stressiz, plansız, proqramsız deyim ki, mən bunu oxumaq istəyirəm, açıram, oxuyuram. Mən filan işi görmək istəyirəm, indi bunu görmən, bilirəm ki, bunu görməliyəm, amma mən bunu özümə təzyiq eləyəndə, bunu harasa yazanda, yazıb qutandan sonra pulustayanda məndə alınmır. Mən bilirəm ki, mən bunu görmək istəyirəm, mən özümə o rahat şəraiti yaradanda o işi görmək üçün. Mən çox rahat o işi görə bilirəm. Məsələn, məndə belə işləyir. Amma elə insanlar var ki, bir il qabağın belə o plan proqramını qura bilirlər, yaza bilirlər, bir həftəlik qururlar, ona görə işləyə bilirlər. Görürsən, onlar da o cür işləyir. Məndə belə, sizdə başqa cür. Ona görə də hansı çalışma üsulu, hansı danışıq dili sizə uyğundursa, o cür özünüzə motivasiya verin, o cür addımlayın. Bu da önəmlidir. Məsələn, elə insan var ki, özünə deyəndə ki, sən bacaracaqsan, sən eləyəcəksən, filan deyəndə o bacarır həqiqətən. Elə insan var ki, bu sözlər onu gərginləşdirir. Deyəndə ki, özünə sakit ol, hər şey yaxşı olacaq.
sən bunu eləyə biləcəksən, amma gərginlik olmadan. Bu insanın daxili dili də belədir. Ona görə baxın, hansı daxili səs sizə uyğundur? Özünüzü daha irəli aparan, o belə müharibəyə gedən kimi daxili motivasiya səsi sizə uyğundur, yoxsa sabitlikdir, rahatlıqdır, sükut var, işini gör. Bu da sizə uyğundur. Zehnindəki mənfi filmi sil. Uğursuzluqlar sadəcə öyrənmə təcrübələridir. Keçmiş travmalara deyil, gələcəkdəki potensialına fokuslan. Özünü olduğun kimi qəbul et və daxili güvənini yenidən oyat. Sənin daxili güvənin gələcəyinin ən böyük memarıdır. Bəli. Bütün nə yaşayırıqsa bizim təcrübəmizdir. Yəni bax məsələn biz seminara nə başladıq? 21:05-də başladıq. İndi də 21:37-dir. Artıq bizim seminara başladığımız vaxt keçmişdə qaldı. Bitdi. İndiki mənim danışdığım hər an real andır. Və mən əgər 05-də olan hər hansısa bir hadisə deyək ki, düşdü, məsələn, bu seminar ərəfəsində düşdü əlimdən nəsə yerə böyük bir səs-küy yaratdı. Mən o 05-də qalsam, mən seminar keçə bilməyəcəm. Mən ondan sonraki heç bir anımı dəyərləndirə bilməyəcəm. Mən nə vaxt dəyərləndirəcəm anımı? Düşdü, bitdi. Məna yükləmədim, anlam yükləmədim. Ona bir demədim ki, bu məndən üçün uğursuzluğun simvoludur. Mən ona yükləmədim ki, bu nəsə oldusa mənə mesaj verir. Siz insan nə qədər belə hər şeyi özünə mesaj bilir, hər şeyə bir məna yükləyir. Bu sənin özünə də həyatı çətinləşdirir. Bu bilirsiniz nədir? Yəni məsələn, bir dəfə sən asqırdınsa, sənin heç bir işin düz gətirməyəcəm, deyir 2 dəfə asqırmazsan. Bu qədər belə deyim də, o kiçik nüanslar bizim həyatımıza nədir onun adı? Bizim həyatımıza təsir göstərmək gücündə deyil. Biz ona məna yüklüyürük, biz ona emosional hiss yüklüyürük. Ona görə o bizim həyatımızda bir məna daşıyır. Amma nəyə ki siz fikir verin, fikir verilməsəz. Oldu, bitdi. Bitdi. Qoyuruq kənara. Bir kitab var. Travmalarla bağlı bir kitabdır. Deməli, bu kitabda bir 4-5 il bundan qabaq oxumuşam, amma o qədər belə beynimdə orada oxuduqlarım canlı qalıb, amma kitabın adı qalmayıb. Üstündə bir pələng şəkli var idi. Narıncı rəngli kitab idi. Orada deyir ki, bax, ceyranın dalıyca bir pələng qaçır. Qaçır. İndi onun 2 variantı var. Ya o ceyran ovlayacaq, ya da ovlaya bilməyəcək, ceyran qaçacaq. Ovladısa, məlum məsələdir. Əgər ovlaya bilmədisə, siz adicə belgesəllərə baxın. Bu ceyran 5 dəqiqədən sonra elə davranacaq ki, elə bir şey olmamışdı. Heç elə bil 5 dəqiqə bundan qabaq ölüm-qalım savaşında deyildi. Tezdən yenə otun otlayacaq, balası varsa balasına süd verəcək, gəzəcək özü üçün. Heç dünya aləm vecin olmayacaq. Bir də fikirləşin ki, bir insanı nə vaxtsa yırtıcı bir heyvan qovalayır. Ölənə qədər, gözünü yumana qədər, əgər özünü, yəni o olduğu ana qaytarmırsa, necə deyim, bir psixoterapiyadan müraciət eləmirsə, ölənə qədər eyni şeyi, eyni hisslə yaşayacaq. Bu da olacaq post-travmatik stres pozuntusu. Yəni travma bitib, sonrasını yaşayır. Amma görürsüz ceyranda necə olur? Çünki bu həyatın bir qaydasıdır. Bu təbiətin bir yoludur. Ölə bilər, qala bilər. Otu yenməməlidir. Yırtıcı heyvan tərəfindən nə vaxt soplanacaq. Və biz də başımıza gələnlərə nə qədər həyatın
olması gərəkənləri bizim yaşamamız gərəkənlər olaraq baxsaq, o qədər az travma olacaq. Amma biz nə qədər çox hər şeyə məna yükləsək, hər şeyə, həyatda baş verən hər şeyə belə ekstra məna yükləsək, dramatikləşdirsək, o qədər bizim üçün çətin olacaq və bizim irəli getməyimiz, o keçmişin bizi həmişə istəyəcək ki, ayağımızdan tutdu artır. Və sən qabağa getmək istəyirsənsə, sən ayağındakı o ağır zincirlərlə gedə bilməzsən. Və burada özünü olduğun kimi qəbul eləsən, daxili güvəni yenidən oyatsan, həmin o güvən hissinin sənin bütün həyatının necə memarına çevrildiyini görəcəksən. Özün öz həyatının memarı olacaqsan. Özün öz həyatını yenidən quracaqsan. Sənin üçün həyat bir o qədər güvənli olacaq. Sən artıq bir çox şeyi görməyəcəksən. Beynin həmin o yəni sənə aid olmayanları, səni inkişaf elətdirməyənləri sənə göstərməyəcək. Bax, bunu yoxlayın. İnsan nəyi çox düşünürsə, onu yaşayır. Nəyə çox baxırsa, o qabağına çıxır. Beyin belə işləyir. Mən nə qədər çox, məsələn, gözəlliyə baxsam, gözəllikləri mənim qarşıma çıxardacaq təbiət. Mən nə qədər çox pisliklərə baxsam, o qədər onlar mənim başıma gələcək. Çünki mənim fokus mənbəyim odur. Mən arxaya baxsam, arxanı görəcəm də. Elə deyil. Mən qabağa baxsam da qabağı görəcəm. Və mən beynimə ötürsəm o informasiyanı ki, mən qabağa baxmalıyam. Mən qabaqdakı o gözəllikləri görməliyəm. Beyin mən görmək istəməsəm belə, mənə ümid olsun deyə onu göstərəcək. Bax, burada sizə bir nüansını bildirim. Bu da bir eksperimentdir. Deməli, iki qrup siçanlar olur. Bu siçanların bir qrupu, iki qrupu da suya atılır. 5 dəqiqə keçəndən sonra eksperimentator bəzi siçanları sudan çıxardır. Bir neçə saniyəlik və təzədən suya atır. Bir qrup seçdiyi siçanı isə sudan ümumiyyətlə çıxartır. Və sonra təzədən yeni bir eksperiment başlayır və görürlər ki, hansı siçan ki, bir dəfə heç olmasa o sudan çıxarılıb, onlar suyun üstündə daha uzun müddət qala bilirlər. Hansılar ki, ümumiyyətlə heç vaxt o sudan çıxarılmayıb, onlar daha tez tələf olurlar. İnsan da belədir. İnsana həyatında heç olmasa bir dəfə kömək istədiyi anda, əl uzadılanda, beyin artıq bilir, mən deməli xilas ola bilərəm. Mən yeni kömək axtarışına gələ bilərəm onda. Mən bu adamı onda elə yollara aparım ki, orada kömək alsın. Hansı insanlar ki, həyatında heç vaxt heç kimdən kömək görməyib, elə insanların həyatı daha hüzünlü olur. Çünki həyatında ona heç vaxt heç kim kömək eləmir. Onun bədəni, onun ruhu, onun beyni bilmir ki, kömək nə olan şeydir. Ona görə də çox çətin anlardan keçdiyinizi görəndə mütləq mütəxəssislərə müraciət edin. Bir yeriniz ağrıyırsa həkimə müraciət edin. Ruhunuz, hissləriniz ağrıyırsa psixiatrlara, psixoloqlara, psixoterapevtlərə müraciət edin. Çünki nə qədər əgər biz yanlış üsullardan gedib tapsaq, umsaq, o qədər beyin sarsılır, artıq inamı qalmır. Bir dəfə gedərsən, belə yanlış işlərlə məşğul olaraq sənə kömək edən, 2 dəfə gedərsən də, üçüncüdə bağlanar o qapı sənin üçün. Beyin deyər ki, kömək almırsan, üstə kömək ala bilmirsən. Sən buna məhkumsan. Beyin səni o hadisənin içində saxlır, məhkum edir. Amma bir dəfə heç olmasa, həqiqətən işini bilən bir insanın, fərqi yoxdur hansı sahədə, fərqi yoxdur. Kömək alırsansa, beyin səni artıq hər problemlə qarşılaşanda ya həmin adamı aparır, ya öz-özünü artıq bərpa eləyir. Bəs psixoterapiya nədir? İnsana özünə gələcəkdə hansı yolları istifadə edib kömək eləməyi öyrətməkdir. Bu qədər bəsitdir. Və sən artıq eyni
belə deyim də, bənzər hekayələr yaşayanda artıq bilirsən ki, mən hansı yollardan istifadə edib bu yoldan çıxa bilərəm. Necə misalın 100 dənə məsələn həll yolu var. Sən həll yolu biləndən sonra başqa eyni tipli misallar göründüyüncə həll edə bilirsən. Eynisə həyat üçündür. Ona görə də həyatınızı yenidən qurmaq, yenidən həyatınızı işıqlandırmaq, belə deyim, hər şeyə yenidən o körpə uşaq kimi başlamaq istəyirsinizsə, bax bu slaydda bütün danışdıqlarımızı, bütün sizə mənim çatdırdığım informasiyaları bir daha zehninizdən keçirin. Belə bütün bədəniniz bu informasiya, hüceyrələriniz bu informasiyaları qəbul eləsin. Təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Mənim əlaqə nömrəm də aktivdir. Instagramım da aktivdir. İstəsəniz yaza bilərsiniz. Instagram adresimi izləyə bilərsiniz. Və mən çox sevinərəm ki, siz elə burada da rəylər bölməsində də bugünkü seminar haqqında düşüncələrinizi yazsaz, mənim üçün də çox xoş olar. Burada 2 mesaj gəlib bizə. Çox sağ olun. Mən özümü elə adlandırırdım. 3-4 ay əvvəl. Necə adlandırırdınız? Buyurun, suallarınız, təklifləriniz, iradlarınız səsli səsləndirə bilərsiniz, mesajla yazıb bildirə bilərsiniz. Buyurun. Hər kəs dərin bir səssizliyə belə qapıldı. Həmişə bu səssizliyə bir düşünmə, analiz eləmə səssizliyi deyirəm. Çox vaxt meditasiyalardan sonra olurdu ki, məsələn, meditasiyanın sonunda deyirdim ki, fikirlərinizi bildirin, geri dönüşlər eləyin. Gördüm ki, geri dönüş çox gec olurdu, bir də səhərisi gün olurdu. Bilirdim ki, artıq bu adam bağlayıb hər şeyi və tamamilə başqa bir dünyadadır və yaxud da ancaq nəyinsə üzərində düşünür. Ona görə belə deyim də, qoşula bilmir. Çox gözəl oldu çıxışınız, sakit, sadə və inandırıcı. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm özünüzə vaxt ayırdığınız üçün, özünüzə dəyər verdiyiniz üçün, özünüzü inkişaf elətdirmək istədiyiniz üçün. Mən sizə təşəkkür edirəm ki, bugün bu saatda axşam vaxtı istirahət zamanınızı ayırırsınız və nəsə öyrənmək üçün. Salam, webinar çox möhtəşəmdir. Təşəkkür edirəm sizə. Mənim özgüvən problemim var. Əsas problemim artıq çəkidir. O qədər uğurlarım var, özümü yenə də bacarıqsız hiss edirəm. Elə əsl istirahət oldu. Çox sağ olun, təşəkkür edirəm. Artıq çəkinin, əgər həqiqətən sizin özünüzə də bir belə deyim də zərəri varsa, siz özünüzü narahat hiss edirsinizsə və əgər müraciət eləməmsinizsə dietoloqa, mən sizə önərərdim ki, müraciət eləyin. Çünki bunun yaranmaq fərqli səbəbləri ola bilir. Əgər siz bu çəki ilə rahatsızsa, o başqa bir şeydir. Elə insanlar var. Amma hansı kəslər ki, özünü tuta bilmirlər, özlərini saxlaya bilmirlər qidadan. Bax, bunun mən sizə səbəblərini birini deyim. Çox vaxt duyğusal ac olan insanlar xüsusilə də şirin, belə deyim də, şirin qidalara çox meyilli olurlar. Hisslərini doyura bilməyən, hisslərini qidalandıra bilməyən insanlarda bax bu artıq çəki çox görünən bir şeydir ki, məsələn, depressiyada olanda görürsən çox yeyir, özünü yalnız hiss eləyəndə çox yeyir və yaxud da ki, özünü tək hiss eləyəndə çox qidaya üst tutur və sonra da
Görürsüz, özünü güvənli hiss eləmir. Güvənli hiss eləməməyinin səbəbi də budur ki, o bilir ki, daxildən onun o qidalanmağı onun istəyinə bağlı olan bir şey deyil. Onun gerçək ehtiyacı deyil. Onun duyğusal boşluğunun yaratdığı bir ehtiyacdır. Buna görə də siz bunu bu daha da gözəl formada, belə deyim də, seanslar vasitəsilə üzə çıxır ki, əslində aşırı qidalanmanın mənbəyində, yəni nə dayanır? Niyə aşırı qidalanmaya meyillilik var? Bax, bunu tapandan sonra irəliləmək daha rahat olur. Və sonra o qidalar da belə deyim də kökəltmir insanı, yediyin qidalar da. Başqa suallarınız var, yoxsa bitirə bilərik yavaş-yavaş? Sualım yoxdur Sidqə xanım, amma səsiniz o qədər mülayimdir. Çox sağ Musiqini də olun. qoymuşsunuz. Bilmədim, yatım yoxsa qulaq asım. Çox sağ olun Şəlalə müəllimə. Çox xoş oldu, çox maraqlıydı. Yəni çox informasiya əldə etdik. Bu dəfəki sizin seminarlardan, təlimlərdən çox sağ olun. Siz sağ olun, çox sağ olun. Şəlalə müəllimə mənim işlədiyim kafedranın Dillər Universiteti Psixologiya və Pedaqogika kafedrasının dosentidir. İllərin o da psixoloqudur, eyni zamanda praktik psixoloqudur. Ona görə mənim üçün nə xoş ki, siz də zamanınızı ayırıb iştirak elədiniz bugün və bir keçən dəfəki bir təlimdə yoxsa meditasiyada iştirak eləmişdiniz. Çox sağ olun. Siz də sağ olun, çox sağ olun. Bu da kollega dəstəyidir. Görürsüz, hər zaman insanın ona belə deyim də ehtiyacı olur, insanın ona o sözləri eşitməyə ehtiyacı olur. Görürsüz, bu da belə deyim də hər kəs ümumiyyətlə özündə o ehtiyacları, özündə o necə deyim, nədən motivasiya alır. Bax, bunları tapmalıdır, bunları bilməlidir. Əgər bunu biz biliriksə, nə gözəl. Bir nəfər Dillər Universitetinin məzunu da var. Çox gözəl. Ayşən xanım, bəlkə sizin bir sualınız var. Bəlkə sizin bir təklifiniz var. Çox təşəkkür edirəm, çox xoş oldu. Huzurda olduq yenə dünənki kimi. Bir özümüzə döndük, bir özümüzlə baş-başa qaldıq. Sakitləşib iştirakçıları dünən hamı yazırdı arda-arda. Özlərinə baş-başa qoyaq onları. Siz də çox sağ olun, vaxt ayırdınız. Təşəkkür edirəm. Siz sağ olun. İnşallah davamlı olsun. Sağ olun, gecəniz xeyrə qalsın.